Axşamınız xeyir olsun, əziz müəllimlər. Yəqin ki, hamı məni görür, düzdür? Aha. Deməli, biz bugün yenə kurikulumla bağlı vacib olan mövzulardan birinin izahını verəcəm sizə. Daha doğrusu biri yox, bir neçəsinin izahını verəcəm. Bugünkü təlim YouTube üzərindən keçəcəkdim. Son anda nəsə problem yarandı, alınmadı. Amma inşallah növbəti təlimi çalışacağım YouTube üzərindən keçim sizlər üçün. Deməli, müəllimlər, kurikulumla bağlı ən məşhur mövzular bilirsiniz ki, həm müəllimlərin işə qəbul imtahanına, həm də sertifikasiya imtahanına düşən mövzulardır. Hansı ki, bilik, taksonomiya, təfəkkür, illik və gündəlik planlaşdırma, interaktiv təlim, qiymətləndirmə və ən axırıncı bölməmiz olan müəllim-şagird münasibətləri, müəllim-valideyn münasibətləri, sinfi idarə olunması, bullying. Digər mövzular da təbii ki, vacibdir. Çərçivə sənədində qeyd olunub. Amma adlarını çəkdiyim mövzular mütləq ki, suallarda əks olunur. Mütləq şəkildə sizin bir dənə taksonomiyadan, bəzən 2 dənə sualınız olur, bir dənə inteqrasiyadan sualınız olur, münasibətlər də situasiya şəklində olur, sualınız olur. Elə olur ki, bir yox, bir neçə dənə sinfin idarə olunması ilə bağlı, müəllim-şagird, müəllim-valideyn münasibətləri ilə bağlı qarışıq şəkildə situasiyalar təqdim olunur. Həmçinin digər mövzularda. Yəni, sizə sözüm o ki, bu mövzuları, adlarını çəkdiyim mövzulara hazırlaşan zaman daha çox vaxt ayırasınız, daha çox üzərində testlər işləyəsiniz ki, sertifikasiyada məsələn 10 sualdan heç olmuyor, 9 dənəsini yazasınız. Miqdə əgər bu adını çəkdiyim mövzuları bilirsinizsə, ən az bir 15 dənəsini yazacaqsınız. Nəzəriyyələr də təbii ki, önəmlidir. Nəzəriyyələrdən də məlumatlı olmağınızda fayda var. Amma yenə də belə deyək də, nəzərlərdən konkret olaraq adı çəkilərək hər hansı bir nəzəriyyənin adı vurğulanaraq sual düşmür. Amma müəllim orada situasiyaları cavablayan zaman əgər nəzəriyyələri bilirsə, verilən situasiyaları düzgün şəkildə cavablayır. Xüsusilə də biz emosional intellekt nəzəriyyəsini, mənəvi inkişaf nəzəriyyəsini, düşüncə tərzi nəzəriyyəsini və Gartnerin çoxnövlü zəka nəzəriyyəsini. Bu nəzəriyyələrdən isə suallar daha çox situasiyalarla inteqrasiya olunmuş şəkildə qarşınıza çıxa bilər. Mən bugün sizlərə demək istədiyim, deməli, idrak taksonomiyası barəsində olacaq. Bilirsiniz ki, ən ziddiyyətli mövzulardan biri idrak taksonomiyasıdır. Biz ümumiyyətcə idraki fəaliyyətdən danışanda, idrak taksonomiyasından danışanda 6 mərhələdən ibarət olduğunu qeyd edirik. Bunlar xatırlamaq, anlamaq, tətbiq, təhlil, dəyərləndirmək və yaratmaq mərhələsidir. Biz taksonomiyanı təkcə bizə MİQ və yaxud da sertifikasiya imtahanında sual düşür deyə öyrənməli deyilik. Biz gündəlik planlaşdırmamızı hazırlayan zaman bilməliyik ki, biz 6 mərhələyə uyğun şəkildə suallar tərtib etməliyik. Bizim 6 mərhələyə uyğun şəkildə suallar tərtib etməyimiz bizim sinfimizdəki bütün şagirdlərimizin səviyyələrini nəzərə almağımız deməkdir. Yəni, elə bilin ki, 6 mərhələni nəzərə almışıqsa, sinfimizdəki 4 səviyyədə olan uşaqların hər birini nəzərə almışıq. Planlaşdırmamıza mütləq şəkildə diqqət yetiririk. Yaxşı, planlaşdırmamızın bu sual tərtib etmə hissəsindən əlavə harda bizim qarşımıza çıxmalıdır? Biz əlavə olaraq nəyə görə idrak taksonomiyasını bilməliyik? Biz bilirsiniz ki, müəllimlər, təlim nəticəsini, dərsin məqsədini 6 standartdan çıxardırıq. Dərsin məqsədi, dərsin təlim nəticəsi, təlim nəticəsi, bunlar eyni anlayışlardır. Ümumi təlim nəticəsi deyəndə o geniş anlayışdır, bunu bir-biri ilə qarışdırmırıq. Amma dərsin təlim nəticəsi, dərsin məqsədi deyəndə söhbət bizim bir dərsin sonunda şagirdlərimizin çatacağı məqsəddən gedir və biz bunu 6 standartdan çıxardırdıq və 3 əsas vacib qayda deyirdik. Bu qaydalar hansılar idi? Birinci deyirdik ki, bizim təlim nəticəmiz şagird yönümlü olmalıdır, şagirdlərin gördüyü işi əks etdirməlidir, şagirdlərin fəaliyyətinə uyğun olmalıdır. İkinci, idrak taksonomiyasının feilləri ilə bitməlidir. Bizə lazım olan, bax, bu səsləndirdiyim cümlədir. Yəni, biz məqsəd təyin edən zaman, təlim nəticəsini müəyyən edən zaman diqqət yetirməliyik ki, bizim məqsədimizin sonundakı feil ki var,
həmin feil idrak taksonomiyasının feilidir. Yəni burada söhbət hansı mərhələlərdən gedəcək? Bayaq adlarını çəkdiyim xatırlamaq, anlamaq, tətbiq, təhlil, dəyərləndirmək və yaratmaq. Bu 6 mərhələnin feilləridir. Hansı feillər ola bilər? Bu feilləri əzbər bilməlisinizmi? Nəyə görə bu feillərdən istifadə edirik? Biz bu feillərə dinamik feillər deyirik. Dinamik feillər deyəndə ölçülə bilən feillər nəzərdə tutulur. Ölçülə bilən feillər deyəndə isə şagirdlərin bilik bacarıqlarını biz onun vasitəsilə ölçə bilirik. Çünki biz məqsəddən də sonra meyar çıxartmalı oluruq. Deməli, bizim feillərimiz də düzgün seçilməlidir ki, sonra biz onun əsasında da qiymətləndirmə aparmağı bacarıq. Bunlar hansı feillərdir? Məsələn, deyirik ki, fərqləndirir, müqayisə edir, ayırır, ümumiləşdirir, nəticə çıxarır, öz sözlərini ifadə edir, həll edir, təqdim edir, nümayiş etdirir, qurur, yaradır və s. Yəni, müxtəlif mərhələlərdəki feilləriniz ki var, həmin feillərdən siz istifadə edə bilərsiniz. Daha doğrusu etməlisiniz. Yerdə qalan digər feillərə biz stativ feillər deyirik. Stativ feillərdən biz məqsəd çıxaran zaman istifadə etmirik. Yəni, müəllimlər, biz idrak taksonomiyasını təkcə bizə deyək ki, bir sual düşəcək deyə, taksonomiyanın hansı mərhələsinə aiddir deyə bir sual düşəcək deyə biz onu oxumuruq. Biz onu digər mövzularla da inteqrasiyasını bilirik. Həm gündəlik suallarımızın tərtibatında, həm planlaşdırmamızda bilirik və onun uyğunda addımlar atırıq. Əlavə olaraq da bir mövzu ilə də əlaqələndirə bilərəm onu sizlər üçün. Məsələn, iş üsullarından bulum kubu deyirik. Bulum kubunda kubun 600 olur. 600-ün 6 idrak taksonomiyasının 6 mərhələsinə uyğun şəkildə suallar qeyd edirik. Uşaqlar kubu atır, hansı üzü düşəcəksə, onun uyğun şəkildə şagirdə suallar verir. Yəni, bu məqamla da əlaqələndirmək mümkündür. Bəs yaxşı, biz indi idrak taksonomiyasının bu 6 mərhələni bir-birindən necə ayıraq? Bu 6 mərhələ ardıcıl şəkildə gedir, müəllimlər, sadədən mürəkkəbə doğru. Birinci mərhələdə bizdə xatırlamaq mərhələsi dayanır. Xatırlamaq mərhələsində şagird verilən məlumata heç bir dəyişiklik etmir. Olduğu kimi yadında saxlayır. Tərif, qayda, düstur, bunların hamısı xatırlamaq mərhələsinə aid olacaq. Məsələn, şagirddən hər kəs öz fənnini düşünsün. Öz fənninizə uyğun hər hansı bir tərif soruşursunuz, qayda soruşursunuz. Misal üçün, sürət nəyə deyilir? Sifətin hansı növləri var mənaca, ismin neçə halı var və s. Yəni, ən sadə, tərif, qayda, düstur, hansı ki, dəqiq məlumatlar, bunların hamısı idrak taksonomiyasının xatırlamaq mərhələsinə aid olacaq. Əgər biz taksonomiyanı biliklə paralel şəkildə izah etsək, həmçinin təfəkkürlə, o zaman biz idrak taksonomiyasının xatırlamaq mərhələsinə aid olan nümunələrin bilik olaraq faktoloji biliyə, deklarativ biliyə aid olduğunu deyə bilərik. Yəni, verilən məlumatlar dəqiqdir, faktdır, dəyişiləsi bir məqam deyil. Şagird verilən məlumatları sadəcə xatırlayıb, yadına salıb və cavab verib. Bu, xatırlamaq mərhələsi olacaq. Məsələn, suala diqqət yetirəndə görəcəksiniz ki, şagirdin burada heç nə etməsinə ehtiyac yoxdur, sadəcə yadına salıb cavab verir. O zaman birinci söhbət burada xatırlamaq mərhələsindən gedir. Bu, ən birinci, ən sadə mərhələmizdir. Və bu mərhələdə sinifimizdəki ən zəif şagirdlərimiz belə verilən tapşırıqları cavablaya bilir. Məsələn, ən zəif şagirdimiz belə hər hansı bir anlayışın tərifini deyə bilir. Bu, həmin şagirdimizin, yəni zəif olsa belə, hansısa bir biliyə, yəni ən sadə bilik növü olan faktoloji biliyə sahib olduğunu göstərir. Yəni, elə bilin ki, minimum şagirdin qarşısına qoyduğumuz bir bilik növü kimi taksonomiya olaraq düşünün həm də. İkinci gəlir anlamaq mərhələsi. Əgər şagird artıq məlumatlara sahibdirsə, artıq tərifi, qaydanı, düsturu bilirsə və mahiyyətini başa düşürsə, anlayırsa, dərk edirsə, artıq o şagirdin biz bilik olaraq konseptual biliyə sahib olduğunu və dediyimiz bu fəaliyyətləri yerinə yetirə bilən şagirdin taksonomiya olaraq anlamaq mərhələsində olduğunu deyə bilərik. Yəni, mahiyyətinə baxın, anlamaq. Deməli, şagird nə edir? Anlayır, dərk edir, qavrayır, başa düşür. Dərk edərək, başa düşərək, qavrayaraq şagird hansısa məlumatların izahını verirsə, biz o şagirdə verdiyimiz sualların şagirdin
anlama mərhələsindəki inkişafını göstərəcək. Bilik olaraq şagirdin konseptual biliyinin inkişafını göstərəcək. Şagird hər hansı bir terminin sadəcə olduğu kimi tərifini deyəndə xatırlamaq olur, amma onun izahını verəndə bu anlamaq olur. Düşünəcəksiniz ki, eyni şeydir də, tərifi də, izahı da. Niyə belədir? İzah verəndə olduğu kimi deməyəcək. İzah verəndə öz sözləri ilə ifadə edəcək, öz başa düşdüyü kimi təqdim edəcək. Ona görə də biz deyirik ki, məsələn, şagirdə əgər ümumiləşdirirsə, ayırırsa, fərqləndirirsə, öz sözləri ilə izah edirsə, bu zaman biz bu terminlərin anlama mərhələsinə aid olduğunu deyə bilərik. Bu terminlərin şagirdə anlama mərhələsini formalaşdırdığını qeyd edə bilərik. Bundan sonra gəlir tətbiq mərhələsi. Tətbiq mərhələsində şagirdin artıq öyrəndiklərini tətbiq etdiyini, öyrəndiklərini icra etdiyini başa düşürük. Bu anlamaq və tətbiq məsələsi, yəqin ki, prosesləri izləyirsiniz. Son 2 ildir ki, imtahanda çox müzakirəli, mübahisəli məqamlar yaradır. Keçən il demişlər ki, bu il yox, keçən il demişdilər ki, anlamaq mərhələsində şagird hətta düsturdan istifadə edib yazsa belə onu anlamaq mərhələsi götürək. Əvvəllər biz şagird öyrəndiyini hansı prosesdə tətbiq edirdisə, öyrəndiyi düsturu yerinə qoyub məsələni həll edirdisə, tapşırığı yazırsa, biz bunu deyirdik ki, tətbiq mərhələsidir. Çünki orada uşaq öyrəndiyini tətbiq edir. Amma izah verilmişdi ki, ART tərəfindən əgər şagird məktəbdə öyrəndiyini tətbiq edirsə, sadə tapşırıqların tətbiqindən söhbət gedirsə və müəllimin orada şagirdə köməyi varsa, orada hazır düstur nümunələri varsa, o zaman şagird işi icra etsə belə bu tətbiq mərhələsi yox, bu anlamaq mərhələsi olacaq və biz artıq 2 ildir ki, bu qaydadan istifadə edirik. Yəni, mən sertifikasiya imtahanı başlamamışdan hətta neçə il öncədən, 2 il öncədən bu təlimçiliklə məşğulam. Artıq neçə illərdir ki, biz belə deyək də, bu taksonomiyada və digər mövzularda müəllimlərə tədris edirik. Düşünməyin ki, Pünhanə müəllim əvvəl başqa cür deyirdi, indi başqa cür deyir. Ola bilər ki, əvvəl də təlimlərdə iştirak edən müəllimlər olub. Yəni, vəziyyət dəyişdiyinə görə, tələb dəyişdiyinə görə mən də bu dəyişikliyi sizə demək məcburiyyətindəyim. Yəni, məsələn, şəxsən mənim ürəyimcə deyil ki, mən düsturda hesablamalarda yerinə qoyub yazılan tapşırıqları anlamaq mərhələsinə götürüm. Bu tətbiq mərhələsi üçün daha rahat idi. Müəllimlərin imtahan verməsi üçün də, müəllimlərin onu başa düşməsi üçün də, həm də belə prosesə ümumi olaraq baxıb qiymət vermək üçün ki, hə, deməli, şagird bu düsturu bilir ki, o düsturda yerinə qoyub yazmağı bacarır. Aranızda dəqiq fənn müəllimləri var, yəqin ki, kimya, fizika, biologiya, coğrafiya, riyaziyyat. Sizlər də bilirsiniz ki, sözümü də yəqin təsdiqləyirsiniz ki, şagird əgər bir düsturun mahiyyətini başa düşüb, dərk edibsə, o düsturdan istifadə edib məsələni həll edirsə, deməli, şagird o düsturda məsələni tətbiq edir. Mahiyyət olaraq buna uyğun gəlir. Amma biz dediyim kimi, keçən ildən bu yana artıq düstur varsa, şagird düsturdan hesablamalar aparacaqsa, bunu biz anlamaq mərhələsinə aid etməliyik. Bu zaman sual yaranacaq. Bəs yaxşı müəllimə, tətbiqə biz nəyi aid etməliyik o zaman? Tətbiq mərhələsində verilən tapşırıqlarda, situasiya nümunələrində biz müəllimin şagirdə dəstəyini görmürük. Şagirdin sərbəst olaraq özünün hansı düsturdan, hansı qaydadan istifadə etdiyini görməliyik. Yəni, məsələn, məsələnin şərtində müəllimin şagirdə istiqamətini və yaxud da orada düsturun açıq şəkildə verildiyini görürüksə, bu anlamaq olacaq. Yox, bunu görmürüksə, şagird özü müəyyən edəcəksə ki, mən burada hansı qaydalardan, hansı ardıcılıqdan, hansı
düsturlardan istifadə etməliyim. Bu məqamda artıq tətbiq mərhələsi olacaq. Məsələn, fizika fənnində elə məsələlər var ki, yəni düstur verilmir, heç bir düstur yoxdur. Şagird özü məsələni oxuduqca, anladıqca addım-addım bilməlidir ki, o hansı qaydalara əsaslanaraq hansı düsturları yazmalıdır. Və o düsturları yazdıqdan sonra artıq onun əsasında hesablamalar aparmalıdır. Yəni, bəzən düsturu şagird özü çıxardır. Bu halda, yəni mürəkkəb fəaliyyətlərdə biz tətbiq mərhələsinin olduğunu qeyd edirik. Təhlil mərhələsində isə biz şagirdin məlumatları təhlil etdiyini, hissələrə ayırdığını, birinin o birisindən üstün cəhətlərini müəyyən etdiyini görürük. Biz sırf feillərdən çıxış etsək, sırf feillərə görə mərhələləri bir-birindən ayırmağa çalışsaq, o zaman qarışıqlıq edə bilərik. Məsələn, elə feillər var ki, həm anlamaqda, həm təhlil mərhələsində göstərilir. Amma belə bir söz deyim sizlərə, məsələn, fərqləndirmək feilini biz anlamaqda da, təhlildə də görə bilirik. O halda təhlil mərhələsində olur ki, fərqləndirməkdir, müqayisə etməkdir. Əgər şagird verilən məlumatları fərqləndirib, müqayisə edib, birinin o birisindən üstün cəhətini tapacaqsa, deməli bu təhlildir. Sadəcə müqayisə edəcəksə, bu anlamaq mərhələsidir. Çünki anlamaq və təhlil mərhələlərində bir-biri ilə bəzən müəllimlər qarışdırırlar. Qarışıq salmamaq üçün əgər fərqləndirib birinin o birisindən üstünlüyünü seçəcəksə şagird, o zaman təhlil mərhələsi düşünəcək. Bunu mən nə ilə əlaqələndirib müəllimlərə deyirəm? Elə təsəvvür edin ki, məsələn, qan analizi vermisiniz. Qan analizi verən zaman bizim qanımızda olan maddələr təhlil edirlər, hansının miqdarı normadan nə qədər çoxdur, hansının miqdarı normadan nə qədər azdır. Bunu təhlil edib bizə təqdim edirlər. Yəni, birinin o birisindən nə qədər çox və nə qədər az olduğunu müəyyən edirlərmi? Bəli. Və bu idrak taksonomiyasında da belədir. Yəni, təhlil deyəndə oradakı təhlillərlə yadda saxlaya bilərsiniz ki, mütləq şəkildə birinin o birisindən üstünlüyü ayrılır, üstünlüyü tapılır. Və biz burada bəzi feillərdən, daha doğrusu bəzi Azərbaycan dilində buna səhv etmirəmsə qüvvətləndirici ədədlər deyilir. Həmin ədədlərdən istifadə edəndə təhlil mərhələsini düşünə bilirik. Məsələn, ən, çox, lap, daha. Bu feillər, bu sözlər məlumatın birinin o birisindən fərqləndiyini, nə dərəcədə fərqləndiyini göstərir, nə qədər çox olduğunu göstərir və bu da bizdən təhlil mərhələsini tələb edir. İstisna hallar var. İstisna hallar odur ki, məsələn, bizə deyəndə ki, dünyanın ən enli gölü hansıdır, dünyanın ən uzun çayı hansıdır? Belə suallar verəndə təbii ki, bu xatırlamaq mərhələsinə aid olacaq. Çünki coğrafiya fənnində bunların hamısı dəqiq olaraq qeyd olunur. Sadəcə olaraq iki məlumat təqdim edib, bunlardan hansı daha vacibdir deyəndə, o zaman biz təhlil mərhələsini düşünə bilirik. Sonra gəlirik müəllimlər, dəyərləndirmək mərhələsi. Bir də təhlillə bağlı bir şey deyim. Müəllifin mövqeyi, bir də var şagirdin öz mövqeyi. Müəllifin mövqeyindən çıxış edəndə, istirahədə bu təhlil mərhələsi olacaq. Şagird öz mövqeyini bildirəndə bu dəyərləndirmək mərhələsi olacaq. Ümumiyyətcə, dəyərləndirmək mərhələsində dəyərləndirmək sözünün mahiyyətini başa düşsək, dəyərləndirmək deyəndə nə anlayırıq? Qiymətləndirmək anlayırıq. Dəyərləndirməyin axı bilirsiniz ki, əvvəlki adı ilə qiymətləndirməkdir. Yəni, hər hansı bir məsələni qiymətləndirmək başa düşək. Biz dəyərləndirmək mərhələsində ən çox nəyə deyirik? Məsələn, şagirdin öz fikirlərini bildirməsi, öz münasibətini bildirməsi və burada ən çox istifadə olunan feillər, məsələn, deyirik ki, mühakimə edir, müdafiə edir, münasibət bildirir, yoxlayır və s. Bu feillər dəyərləndirmək mərhələsindədir, amma feillər çox situasiyada qarşımıza çıxmır. Məsələn, necə tapırıq? Dediyim kimi, əgər görürsünüzsə ki, situasiyada şagirdin özünün fikri, yanaşması istənilir, bu zaman birinci söhbət dəyərləndirmək mərhələsindən gedir. Yəni, şagirdin məsələni qiymətləndirməsi, yəni sənin fikrincə deyirsə, məsələn, sənə görə deyirsə, burada söhbət nədən gedəcək? Dəyərləndirmək mərhələsindən gedəcək və yaxud da elə bəzən elə olur ki, situasiyanın sonunda yazır ki, dəyərləndirir və yaxud da yazır qiymətləndirir. Bu halda da təbii ki, söhbət yenə dəyərləndirmək mərhələsindən gedəcək. Bir də yer gəlmişkən deyim, biz
debat üsulundan istifadə edən zaman daha çox idrak taksonomiyasının dəyərləndirmə mərhələsini şagirdlər üçün inkişaf etdirmiş oluruq. Bu da testlərdə əlaqəli şəkildə qarşınıza çıxa bilər. Növbəti mərhələmiz yaratmaq mərhələsidir. Yaratmaq mərhələsi artıq ən üstün mərhələdir. Yəni burada şagird qurur, yaradır, yeni kəşflər edir, yeni fikirlər söyləyir, yeni həll yolları axtarır, məsələlərə qeyri-standart mövqedən yanaşır, üzrə yanaşır. Bu bizim axırıncı mərhələmiz olacaq. Yəni hansısa bir situasiyada siz şagirdin fərqli yanaşma təqdim etdiyini, fərqli həlli yolları axtardığını görsəniz, birinci söhbət orada yaratmaq mərhələsindən gedəcək. İndi biz bu taksonomiya ilə biliklə bağlı bir ümumiləşdirmə etsək, idrak taksonomiyasını xatırlamaq mərhələsi adətən faktoloji biliklə, yəni deklarativ biliklə əlaqəlidir. Təfəkkür olaraq məntiqi təfəkkürlə əlaqəlidir. İkinci anlamaq mərhələsi bilik olaraq konseptual biliklə əlaqəlidir. Təfəkkür olaraq da məntiqi təfəkkürlə əlaqəlidir. Üçüncü tətbiq mərhələsi bilik olaraq prosedural biliklə əlaqəlidir. Həmişə yox da, bu dediyim nümunə daha çox hansı ilə uyğun gəlirsə, mən onu sizlərə təqdim edirəm. Tətbiq mərhələsi daha çox prosedural biliklə bağlı olur. Təfəkkür olaraq yenə məntiqi təfəkkürlə bağlı olur. Ümumiyyətcə, xatırlamaq, anlamaq, tətbiq etmək, bunlar məntiqi təfəkkürlə bağlı olur. Bir də bir şey qeyd edeyim, yeni təfəkkür növlərindən miksilər üçün bu il proqrama daxil olunmuşdur. Sertifikasiya üçün çərçivə sənədinə daxil deyil. Praktik təfəkkür qeyd edirik. Praktik təfəkkür də tətbiq mərhələsi ilə bağlı ola bilər. Çünki şagirdin praktik olaraq fəaliyyətləri icra etməsi nəzərdə tutulur. Təhlil mərhələsi daha çox tənqidi düşüncə ilə, tənqidi təfəkkürlə bağlı ola bilər. Bilik olaraq da müxtəlif bilik növlərinə aid ola bilər. Adətən konseptual biliklə bağlı müəyyən situasiyalarda qarşımıza çıxır. Digər bilik növləri ilə də situasiyadan asılı olaraq dəyişə bilir. Digər mərhələlərimiz dəyərləndirmək mərhələsi də daha çox yenə tənqidi təfəkkürlə bağlı ola bilir. Bilik olaraq situasiyalara uyğun dəyişə bilir. Daha çox dəyərləndirmək mərhələsində də adətən konseptual biliklə bağlı ola bilir, bəzən prosedural biliklə bağlı ola bilir. Bu artıq situasiyadan daha çox dəyişə bilər. Amma birinci dediyim nümunələr xatırlamağın faktolojiya, ondan sonra ikinci anlamağın konseptuala uyğunluğu və tətbiqin prosedurala uyğunluğunu biz daha çox müşahidə edə bilirik. Yaratmaq mərhələsi daha çox yaradıcı təfəkkürə uyğun gəlir. Bilik olaraq da yenə müxtəlif situasiyalara uyğun dəyişə bilir. Bəzən şagirdin yeni bir iş icra etməsi, praktik olaraq fəaliyyətləri yerinə yetirməsi bilik olaraq prosedural biliklə də əlaqəli ola bilər. Artıq bu dediyim nüanslar situasiyalara uyğun şəkildə dəyişə bilir. Bu bizim taksonomiyamızın 6 mərhələsidir. Dediyim kimi biz tapşırıqları hazırlayan zaman 6 mərhələ uyğun tapşırıq hazırlayırıqsa, elə təsəvvür edin ki, həm şagird üçün tərif təqdim edirik, düstur təqdim edirik, sonra hansısa düsturun izahına aid şagirddən nəsə istəyirik, şagirdin öyrəndiklərini icra etməsi ilə məsələləri, tapşırıqları düzgün şəkildə həll etməsi ilə bağlı bir tapşırıq təqdim edirik. Həmçinin digər mərhələlərlə bağlı, məlumatları bir-birindən ayırması ilə bağlı, təhlil etməsi ilə bağlı, öz yanaşmasını qeyd etməsi ilə bağlı müəyyən məsələləri şagirddən tələb edirik. Bu bizim 6 mərhələyə toxunmağımız, bizim 4 səviyyədə müxtəlif tapşırıqlar hazırlamağımıza uyğun gəlir və bizim 4 səviyyədə tapşırıqlar hazırlamağımız da bizim bərabər imkanlar pedaqoji tələbini gözləməyimizə şərait yaradır. Müsahibə mərhələsində də belə bir məsələlərə toxuna bilərik. Bayaqdan test mərhələsi üçün nümunələri qeyd edirəm. Məsələn, müsahibə mərhələsi üçün də deyir ki, tapşırıqları necə hazırlayırsınız və yaxud da deyir ki, zəif oxuyan şagird üçün tapşırıqları necə hazırlayırsınız, zəif oxuyan şagirdin də yaxşı öyrənməsi üçün hansı addımları atırsınız. Bu tipli suallarda verəcəyiniz cavablar demirəm, sadəcə verəcəyiniz cavablara əlavə olaraq qeyd etsəniz ki, biz bilirsiniz ki, idrak taksonomiyası
6 mərhələsinə uyğun suallar tərtib etməliyik. Çünki bizim sinifimizdəki şagirdlərimizin səviyyəsi eyni deyil, müxtəlif səviyyədə şagirdlərimiz var. Zəif şagirdlərimizi həvəsdən salmamaq üçün onların səviyyəsinə uyğun tapşırıqlar mütləq olmalıdır. Yaxşı oxuyan şagirdlərin daha da irəli getməsi üçün onlar üçün çətin tapşırıqlar olmalıdır və bu da bizə idrak taksonomiyasının mərhələlərini bilməyimizi, mərhələlərin dərinliklərini başa düşməyimizi, mərhələlərin bir-birinin əlaqəsini anlamağımıza köməklik göstərir və şagirdlərin daha yaxşı dərk etməsinə, daha yaxşı məqsədə çatmasında bizə köməklik göstərir. Yəni, zəif şagirdlərimiz üçün də biz o şagirdlərimizin səviyyəsinə uyğun tapşırıqlar tərtib etməklə, həmin şagirdlərimizin səviyyəsinə uyğun tapşırıqları onları işlətməklə və şagirdlərimizi dəstək olmaqla o şagirdlərimizi daha da irəli apara bilərik. Məsələn, birinci, ikinci səviyyədə olan şagird bu demək deyil ki, həmişə birinci, ikinci səviyyədə olacaq. Sadəcə biz o şagirdə dəstək olmalıyıq. Onun səviyyəsinə uyğun tapşırıqları o yerinə yetirdikdən sonra tapşırıqların çətinlik dərəcəsini getdikcə artıra bilərik və bu da şagirdin daha yaxşı öyrənməsinə şərait yaradır. Bizim bu taksonomiyamızın ardıcıllığına diqqət yetirsəniz, sadədən mürəkkəbə doğru gedir və hamısı bir-birinə sıx bağlıdır. Məsələn, xatırlamaq olmasa, anlamaq olmayacaq. Çünki əgər bir şagird hansısa bir fənlə bağlı sadə biliklərə, faktoloji biliklərə sahib deyilsə, yəni tərifi, qaydanı, düsturu ümumiyyətcə oxumayıbsa və bilmirsə, şagirdin onunla bağlı hansısa bir məlumatı dərk etməsi mümkün olacaq. Yəni, bir sözlə, mən ilk öncə Azərbaycan dilindən hamının az da olsa düşünürəm, Azərbaycan dili müəllimi olmayanları nəzərdə tuturam, məlumatı var deyə sadə bir nümunə deyim. Misal üçün, isimdən söhbət gedirsə, şagird isim nəyə deyilir? Bunun tərifini oxuyub bilməlidir ki, sonra da onun mahiyyətini dərk eləsin, sonra onun digər hissələrini, mənaca növünü, quruluşa növünü bilsin, onun halını bilsin, onları bir-birinə əlaqələndirsin, onu cümlədə işlətməyə bacarsın və s. Yəni, elə bilin ki, bizim xatırlamaq mərhələmiz, ən birinci mərhələmiz bizim əlifbamız kimi düşünün. O olmalıdır ki, uşaq sözləri, hərfləri səsləndirib onu söz edə bilsin, sözləri birləşdirib sonra cümlə qura bilsin. Yəni, ardıcıllığı düzgün şəkildə şagirdin getməsi üçün, düzgün şəkildə dərk etməsi üçün biz sadədən mürəkkəbə doğru ardıcılığı düzgün şəkildə qurmalıyıq. Həmişə bunu belə də qeyd edirəm ki, idrak taksonomiyasının bu 6 mərhələsidir, bilginin növləridir, bu təfəkkür növləridir. Bunların hamısı elə bilin ki, ardıcıl pilləkəndir. Birinə ayağımızı qoymalıyıq ki, o birisinə çıxa bilək. Xatırlamağa ayağımızı qoymalıyıq ki, qalxıb anlamağa keçə bilək. Xatırlamaq, anlamağa keçməliyik ki, növbəti addım tətbiqə keçə bilək. Və özünüz düşünün, hansısa fənninizlə bağlı şagird öyrəndiklərini icra etməsi üçün onun mahiyyətini dərk edib başa düşməlidir ki, onu icra edə bilsin. Və bu da şagirddən nə tələb edir? Bu da şagirddən təbii ki, xatırlamaq və anlamaq mərhələsini tələb edir. Deməli, müəllimlər, idrak taksonomiyasını sizlərə dedim. Bundan əlavə bizim proqramımızda deməli, psixomotor və emosional sahə var. Fəaliyyətin növlərində psixomotor və emosional sahə sertifikasiya üçün proqramda çərçivə sənədində qeyd olunub, amma MİQ üçün qeyd olunmayıb. Düzdür, çərçivə sənədində olsa da, neçə illərdir ki, biz imtahana düşdüyünü görməmişik. Sadəcə ayrıqda situasiya kimi düşdüyünü görməmişik. Uyğunluq sualları içərisində başlıq olaraq verə biliblər. Necə olub? Məsələn, deyir ki, doğru-yanlış suallar olur. Deyir ki, hansı fikir doğrudur? Məsələn, orada göstərir ki, dərsin məqsədini təyin edən zaman emosional sahənin feillərindən istifadə olunur. Bu, məsələn, fikir yanlışdır. Çünki bayaq dedik ki, söhbət idraki sahədən gedir bu məqamda da. Yəni, emosional sahənin və psixomotor sahənin adını bu məqamda çəkir. Yoxsa idrak taksonomiyası kimi mərhələlərə çox dərinliklərinə qədər toxunmur. Elə bilin ki, siz bugünkü taksonomiyanı bilirsinizsə, məlumatlısınızsa, sizin orada 2 sualınızı düzgün yazmaq şansınız var. Sadəcə dediyim nüanslarda biraz diqqətli olmalıyıq. Əgər öz dedikləri üzərindən çıxış edəcəklərsə, öz dediklərini çevirməyəcəklərsə, o halda bizim dediyimiz qaydalar keçərlidir. Yenə düzdür, ziddiyyətlər yaranır, amma mahiyyət olaraq dediyimiz qaydalar hamısı
keçərlidir. 6 mərhələni çalışın ki, diqqətdə saxlayın. Mənim sizə dediyim bu mövzu ilə bağlı vacib məqamlar bunlardır. Ondan əlavə mən sizlərə təfəkkür növləri haqqında qısa məlumat verəcəm. Təfəkkür növlərindən bizə ən çox lazım olan həm miqdə, həm sertifikasiyada ən məşhur qarşımıza çıxan təfəkkür növləri məntiqi, tənqidi, yaradıcı təfəkkür növüdür. 3 əsas növü qeyd edirik. Digər növlər də var. Məsələn, praktik təfəkkür deyirik, abstrakt təfəkkür deyirik, produktiv deyirik. Bunlar MİQ-in çərçivə sənədində qeyd olunub. Suallarda o qədər də düşməyib. Növbəti dərslərdə çalışaram həmin növlərinə də toxunum. Məntiqi təfəkkür deyəndə biz nəyə başa düşürük? Təsəvvür edin ki, şagirdinizin özünüz deyək ki, bir fikir deyirsiniz şagirdiniz barədə ki, məntiqi yaxşıdır, düşüncəsi yaxşıdır. Bunu nəyə görə deyirsiniz? Çox güman ki, o şagirdin qavraması, anlaması yaxşıdır. Öyrəndiyi məlumatların mahiyyətini dərk edir, oxuduğunu anlayır, oxuduğunu başa düşür, qavrayır, dərk edir. Bu bizim idrak taksonomiyamızda da bayaq dediyim kimi gəlib xatırlamaq, anlamaq mərhələsinə uyğun gələcək və təfəkkür olaraq da məntiqi təfəkkürdə öz yerini tapacaq. Yəni, şagirdin məntiqi düşüncəsi var, qavraması var, başa düşür şagird və ən önəmli məntiqi təfəkkürün açar sözü, açar termini səbəb-nəticə əlaqəsidir. Səbəb-nəticə əlaqəsi deyəndə şagird məlumatları bir-birinə düzgün şəkildə əlaqələndirir. Baş vermiş hadisənin səbəbi nədir? Baş vermiş hadisə hansı nəticələrə nail oldu? Onları bir-birinə düzgün şəkildə əlaqələndirir. Bunu deyəcəksiniz ki, yaxşı səbəb-nəticə əlaqəsinin bizim dərslərimizlə nə kimi bir əlaqəsi var? Məsələn, mətn təqdim olunur. Mətn təqdim olunduqdan sonra şagird onunla bağlı verilən sualları cavablandırmalıdır. Şagird əgər oxuduğu mətni başa düşürsə, dərk edirsə, aşağıda verilən suallarda cavablandıracaq. Biz bunu oxuyub anlama mətnləri deyirik. Oxuyub anlama mətnlərində də, lap olsun dinləyib anlama mətnlərində də şagirdin məntiqi düşüncəsi, qavraması yaxşıdırsa, orada verilən tapşırıqları icra edəcək. Bunu bəzən müəllimlər elə düşünür ki, həm oxuyub anlama, həm dinləyib anlama təkcə Azərbaycan dili üçün və yaxud da ibtidai sinif üçün və yaxud da xarici dil üçün lazımdır. Bu belə deyil müəllimlər. Düzdür, həmin fənlərin məzmun xəttində əks olunur deyə həmin fənlər düşünülür. Amma mən sizlərə belə bir söz deyim. Məsələn, siz deyək ki, coğrafiya müəllimisiniz və yaxud da fizika müəllimisiniz. Şagirdin məsələ təqdim etmişsiniz. Şagirdin o məsələni həll etməsi üçün şagird məsələnin şərtini oxuyub anlamalıdır. Və yaxud da digər fənlər olsun. Olsun tarix, olsun musiqi, olsun, nə bilim, təsvir incəsənət. Fərqi yoxdur. Şagirdə hansısa bir mövzunu təqdim edəcəksiniz. Şagirdin o mövzunu başa düşməsi üçün, dərk etməsi üçün oxuduqlarını anlaması lazımdır. Bu, oxuyub anlama bacarıqlarını gərəkdirir və oxuyub anlama bacarıqlarını həm test mərhələsində, həm daha çox müsahibə mərhələsində biz görə bilirik. Konkret olaraq bəzən soruşula bilir ki, şagirdlərinizin oxuyub anlama bacarıqlarını necə formalaşdırırsınız? Bu halda biz iş üsullarına müraciət etməliyik. Hansı üsullar ki, şagirdlərimizin oxuyub anlama bacarıqlarını formalaşdırır, hansı dinləyib anlama bacarıqlarını formalaşdırır, mütləq şəkildə onun adını çəkməliyik. Mən qrupa əvvəllər göndərmişdim, bunu ayrıca sadələşmiş formada sırf qeyd kimi göndərmişdim. Əgər istəsəniz onu yenidən qruplara ataram, diqqət yetirərsiniz. Yəni ki, bu danışıqlarımın hamısı şagirddən məntiqi təfəkkür tələb edir. Şagirdin məntiqi təfəkkürü 2 yaşından inkişaf etməyə başlayır. Yəni, uşaq dil açandan. Buna şagird yox, uşaq deyək hələ, çünki məktəbə getmir. Evdə əgər uşağın sualları cavablandırılırsa, şagirdin sualları, uşağın sualları cavabsız qalmırsa, o zaman o uşağın məntiqi düşüncəsi inkişaf edəcək, məntiqi təfəkkürü inkişaf edəcək. Fikir vermişsinizsə, balaca uşaqlar çox sual verir. Bəzən böyüklər olaraq yoruluruq, deyirik ki, nə qədər danışırsan, nə qədər sual verirsən, yəni belə reaksiyamız olur. Əslində, o uşağın sual verməsinin səbəbi
dərk etmək istəməsidir, əlaqəni qurmaq istəməsidir. Düzgün şəkildə cavab versək, əgər o şagird beynində məlumatları bir-birinə düzgün şəkildə əlaqələndirəcək və səhərsi gün o uşaq məktəbə gələndə artıq onun o səbəb-nəticə əlaqəsini qurması, o məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş olacaq, daha yaxşı formalaşmış olacaq. Bu da təbii ki, müəllim üçün də, şagird üçün də daha effektiv olacaq. Şagird daha yaxşı öyrənə biləcək, müəllim şagirdi daha yaxşı öyrədə biləcək. İkinci bizdə müəllimlər tənqidi təfəkkürdür. Tənqidi təfəkkür deyəndə təhqir etmək yox, məsələlərə tənqidi yanaşmaq başa düşürük. Tənqidi yanaşmaq da müxtəlif xüsusiyyətlərə sahibdir. Mən deyərdim ki, bizim cəmiyyətimiz üçün böyük bir problemdir bu tənqidi düşüncə bacarıqlarımızın olmaması. Bütöv cəmiyyət olaraq mən bunu deyə bilərəm sizlərə. Çünki bilirsiniz necə, məsələn, sosial şəbəkədə hansısa bir məlumat paylaşılsın, heç kim həmin məlumatla bağlı biliyə sahib deyil. Deyək ki, elə öz üzərimdən nümunə götürüm. Deyək ki, bugün məni paylaşsınlar hansısa bir sosial şəbəkədə, altında da müəyyən fikirlər qeyd olunsun. Deyək ki, biliyimlə bağlı, savadımla bağlı, işimlə bağlı. Tanıyan da, tanımayan da müəyyən fikirlər yazacaqlar ki, məsələn, indiki müəllimlər belədir, heç yaxşı deyil, hər kəs özünü fikirləşir və s. və s. O bir atalar misalı var, deyir, qurunun oduna yaş da yanır. Bilmirəm, düz səsləndirdim yoxsa yox. Yəni ki, bir nəfər kiminsə fikrindən, kimisə pisdir deyə bunu hamıya aid edib, hamının yanlış olduğunu düşünmək. Bu məntiq xətalarında da var, bunu qeyd edəcəm. Amma tənqidi təfəkkürdə mən bunu niyə deyirəm? Çünki insanlarımızın tənqidi yanaşmaq bacarığı, tənqidi düşüncə bacarığı zəifdir deyə düzgün şəkildə məsələlərə tənqidi yanaşmırlar. Tənqidi düşüncə deyəndə nəyi nəzərdə tuturuq? Məsələn, kimsə bizdən nəyləsə bağlı bir fikir istəyir. Bizim fikir söyləməyimiz üçün bizim o məsələ ilə bağlı kifayət qədər biliyimiz olmalıdır, araşdırma etməliyik, məlumat toplamalıyıq, əldə etdiyimiz məlumat əsasında biz nəticəyə gəlməliyik və sonunda biz problemi həll etməliyik. Bizim əsl tənqidi düşüncəmiz varsa, bizdən hansısa bir məsələ ilə bağlı fikir istənilir, biz məlumatlı deyiliksə, o zaman fikir bildirməli deyilik. Yəni, fikir bildirən zaman dəqiq məlumatlardan, dəqiq faktlardan istifadə edir, məsələlərə düzgün yanaşır, məsələləri olduğu kimi təqdim edir, şişirtmədən, qabartmadan olduğu şəkildə təqdim edir. Müzakirələr zamanı bir-birini dinləyir, qarşı tərəfi dinləyir, onun fikrinə hörmətlə yanaşır, onun fikrinə düzgün şəkildə yanaşır. Biz bunu tənqidi çıxışlarda, müzakirələrdə görə bilirikmi? Əvvəllər bu sosial verilişlər var idi, indi deyəsən yoxdur. Bilmirəm, televizora baxmıram, amma mən bilən deyəsən bağlayıblar. Bu müəyyən sosial verilişlər ki var idi, orada fikir bildirmək kürsüsündə əyləşən bəylər, xanımlar indi güya hansısa vətəndaşın dərdini dinləyir, başlayır ona fikir bildirməyə. Yanında əyləşən digər ekspert deyirlər də, digər ekspert də başlayır fikir bildirməyə. Dərdi olan qalır bir qıraqda, bir də baxırsan ki, ekspertlər bir-birinə dalaşırlar. Bu sözümün nümunəmi niyə gətirirəm? Biz, məsələn, fikir bildirmək üçün hansısa bir vətəndaşa onunla bağlı bir detallı məlumat əldə etməliyik ki, onun əsasında fikir bildirək. Orada tərəflərin, məsələn, bir-birini dinləməməsi, hansı ki, bir-birinin sözünü kəsirlər, dalaşırlar. Bir də görürsən, canlı yayında bir-birindən dalaşıb, küsüb, inciyib gedirlər. Dediyim kimi, yenə də problem olan qalır bir tərəfdə. Bunu sizə əlaqələndirib deməyimdə səbəb, sinifimizdəki qrup işini düşünün. Qrup işində əgər uşaqlar bir-birini dinləyirsə və yaxud da kollektiv iş düşünün, ümumi müzakirə aparılır. Hamı bir-birini dinləyirsə, hamı bir-birinin fikrinə hörmətlə yanaşırsa, hamı müzakirə zamanı qarşı tərəfin fikrinin bitməyini gözləyirsə ki, öz fikrini desin, bu əsl tənqidi yanaşma olar. Bu əsl, belə deyək, şagirdlərimizdə olan tənqidi düşüncə bacarığının olduğunu göstərər ki, uşaqlar bir-birini dinləyir, bir-birinin fikrinə hörmətlə yanaşır, məsələ ilə bağlı araşdırma edir, dəqiq faktlar üzərindən çıxış edir, dəqiq məlumata sahibdir və onun üzərindən hansısa bir məsələyə fikir bildirir, öz yanaşmasını təqdim edir. Bu halda təhlil mərhələsi olar, bu halda düzgün tənqidi yanaşma olar, düzgün
şəkildə tənqidi təfəkkürə aid ola bilər. İdrak taksonomiyasının təhlil mərhələsinə yanaşı dəyərləndirmək mərhələsinə aid olan sessiyalar da tənqidi təfəkkürlə bağlı ola bilər. Digər təfəkkür növündə müəllimlər yaradıcı təfəkkürdə biz yenilik, fərqlilik etməyi nəzərdə tuturuq. Yeni bir iş icra edir, hansısa bir məsələlərə fərqli nöqteyi nəzərdən baxa bilir, problemi yeni həll yolları ilə həll edə bilir. Bu halda biz şagirdə yaradıcı təfəkkürün inkişafından danışa bilərik. Hər hansısa bir məsələn əvvəllər istifadə olunmuş köhnə bir əşya düşünün. Həmin köhnə bir əşyadan başqa bir şey hazırlayıb, başqa bir iş ərsəyə gətirib. Bunun özündə də yaradıcı təfəkkür varmı? Var. Məsələn, deyək ki, ekologiyanın çirklənməsinin qarşısını almaq üçün tədbirlər planı hazırlayıb, bir layihə hazırlayıb çirklənmənin qarşısını almaqdan ötürü. Burada da yaradıcı təfəkkür varmı? Var. Yəni, yaradıcı təfəkkürdə bayaq taksonomiyadan danışanda yaratmaq mərhələsində nələri qeyd etmişdimsə, qurur, yaradır, məsələləri fərqli nöqteyi nəzərdən yanaşır, qeyri-standart yanaşma nümayiş etdirir, yeni həll yolları axtarır, yeni həll yolları təqdim edir. Bu, şagirddə yaradıcı təfəkkürün inkişafının olduğunu göstərəcək. Biz şagirdlərimizin yaradıcı təfəkkürünü inkişaf etdirmək üçün ilk öncə sinifimizdə sağlam bir mühit yaratmalıyıq. Sağlam psixoloji mühit yaratmalıyıq. Sağlam psixoloji mühit odur ki, şagird özünü həm fiziki cəhətdən, həm də psixoloji cəhətdən təhlükəsiz bir mühitdə hiss etsin. Məsələn, siz deyək ki, dərsi izah edirsiniz, hansısa bir məsələni həll edirsiniz, şagird sizə fərqli bir həlli yolu olduğunu deyir və siz şagirdə imkan vermirsiniz o həlli yolu olduğunu söyləməsinə. Burada sağlam mühit yoxdur, çünki şagird fikrini sərbəst şəkildə deyə bilmir. Deməli, burada şagirdin yaradıcı təfəkkürü inkişaf edəcəkmi? Xeyr. Şagird əgər fikirlərini söyləməyə bacarırsa, öz yanaşmalarını təqdim etməyə bacarırsa, müəllimdən psixoloji cəhətdən də dəstək alacağını bilirsə, yəni hansısa bir səhv edəndə müəllimin onu incitməyəcəyini bilirsə, müəllimin ona aqressiv yanaşmayacağını bilirsə, şagird o mühitdə özünü yaxşı hiss edir və o şagird o mühitdə daha yaxşı öyrənə bilir, daha yaxşı təfəkkürünü inkişaf etdirmiş olur. Ona görə də sağlam mühitin, dəstəkləyici mühitin yaradılması şagirdin yaradıcı təfəkkürünün inkişafına birbaşa təsir göstərən amillərdəndir. Şagirdin yaradıcı təfəkkürünü inkişaf etdirmək üçün şagird öyrəndiyi, əldə etdiyi məlumatlar əsasında onların arasında düzgün şəkildə əlaqə qurmağı bacarmalıdır, sual verməyə bacarmalıdır, gördüyü, bildiyi, ətrafında baş verən hadisələrə sual verməyə bacarmalıdır, ətrafda baş verən hadisələri müşahidə etməyə bacarmalıdır. Müşahidə etdiklərindən nəticə əldə etməyə bacarmalıdır. Hansısa bir uğursuzluqla rastlaşanda ruhdan düşməməlidir, həvəsdən düşməməlidir. Hansısa bir qarşılaşdığı uğursuzluğun onun üçün bir təcrübə olduğunu başa düşməlidir. Məsələn, əvvəllərə qayıtsaq, alimlərin kəşflərinə diqqət yetirsək, heç bir alim kəşfini birinci dəfədən həyata keçirməyib. Bir dəfə eləyib alınmayıb, iki dəfə eləyib alınmayıb və hər dəfə alınmayanda onun səbəbini araşdırıb ki, bu dəfə problem nə oldu? Və bu formada sonunda istədiyinə nail olub. Yəni, şagird də bilməlidir ki, mən səhv edə bilərəm. Yetər ki, mən o səhvi edən zaman mən səhvimin nədə olduğunu bilim və növbəti addımımı o səhvi düzəltməyim üçün atım. Bu halda biz şagirdin yaradıcı təfəkkürünün inkişafından danışa bilərik. Əlavə olaraq yaradıcı təfəkkürü inkişaf etdirmək üçün ümumiyyətcə digər təfəkkür növlərinin inkişafı üçün də biz yenə müxtəlif iş üsullarından istifadə edə bilərik. Ən çox yaradıcı təfəkkürü stimullaşdıran üsullardan biz beyin həmləsini deyirik. Çünki beyin həmləsində biz şagirdin düşünməsinə şərait yaradırıq, fikir söyləməsinə şərait yaradırıq ki, daha sərbəst formada şagird öz fikirlərini söyləsin və beyin həmləsində yadınızdadsa biz dedik ki, şagirdlərin fikirlərinin, söylədiklərinin doğru və ya yanlış olduğunu mühakimə etmirik. Əgər söylənənlərin doğru və yanlış olduğunu mühakimə etmiriksə, deməli şagirdin özünə inam bacarığını formalaşdırırıq. Şagird demiriksə biz ona ki, sən səhv deyirsən, o ruhdan düşməyəcək, həvəsdən düşməyəcək, özünə inamı yüksək olacaq və o şagirdin yaradıcı təfəkkürünün inkişafı daha yüksək səviyyədə olacaq. Bu bizim əsas ən çox qarşımıza çıxan təfəkkür növlərindən məntiqi, tənqidi və yaradıcı təfəkkür idi. Bəzən suallar üçlü şəkildə də düşə bilir müəllimlər. Bu il yox idi suallarda, amma bu ilə qədər həmişə olub.
Bilik, taksonomiya, təfəkkür. Bir sualın içərisində hər birinə toxunublar. Sizin növbəti ildə yəqin ki, imtahana hazırlaşacaqsınız sistemli şəkildə. İmtahana hazırlaşan zaman həmin testlərdən çox güman ki, istifadə edəcəksiniz. Bu vəsaitlərdə də var, əvvəlkilərin vəsaitlərində də var, internetdə olan sınaqlarda da sizə üçlü şəkildə suallar qarşınıza çıxacaq. Sadəcə dediyim kimi, idrak taksonomiyası ilə bağlı ziddiyyətli məqam bu anlamaq tətbiq mərhələsidir. Hələ ki, bu il ola bilər ki, açıqlama verilər, hansısa bir dəyişiklik olar. Əgər elə bir dəyişiklik olarsa, mən onu sizlərlə bölüşəcəm. Əslində, bizim problemimiz nədir, müəllimlər? Bizim problemimiz odur ki, bizə yaxşı olar ki, rəsmi şəkildə bir vəsait təqdim etsinlər və desinlər ki, MİQ imtahanına hazırlaşan, sertifikasiya imtahanına hazırlaşan müəllimlər bax, bu vəsaitdən istifadə etsinlər, suallar buradan düşəcək. Biz istifadə edirik time vəsaitindən, düzdür, çərçivə sənədinə tamamilə uyğundur, bütün mövzular ardıcılıqla göstərilib və bu da çox güman ki, birbaşa əlaqəlidir rəsmi qurumlarla. Amma, belə deyim, bunu rəsmi şəkildə açıqlayan, sırf bu kitabdan istifadə edin deyən yoxdur. Ümid edirik ki, bu məsələ həll olar, rəsmi şəkildə sizlər üçün bir vəsait hazırlanar və biz orada hansısa bir izahı verəndə dilimiz daha uzun olar. Məsələn, çox mövzularda, belə deyim, heç bir dəyişiklik yoxdur deyə biz onu rahatlıqla deyə bilirik. Amma bu anlamaq mərhələsidir, tətbiq mərhələsidir, bu dediyim məqamlarda o qədər ziddiyyətli suallar yaradırlar ki, biz özümüz belə, təlimçilər belə izah verəndə, yəni ki, rəsmi şəkildə əsaslandığımız heç nə olmur. Elə olur ki, götürürlər anlamaq, elə olur ki, götürürlər təhlil mərhələsi. Sadəcə olaraq mən keçən qruplara atmışdım. ART-nin əməkdaşının rəsmi izahı var. Bu Təhsil TV-də bilirsiniz ki, metodika üzrə təlimlər keçirir. Orada verdiyi izahların birində bu qənaətə gəlmişdi və mən o izahı sizlərlə bölüşmüşdüm. Hansı ki, bayaq mənim dərsdə izah etdiyim qaydalara əsaslanır. Həmin qaydalar əsasında deməli, biz yenə də həmin mərhələləri bir-birindən ayıracaq. Mənim sizlərə deyəcəklərim bu qədər, müəllimlər. İndi sizlərin mənə sualınız varsa, kimin sualı varsa əl qaldırsın, mən səsləri açacağım, sizin sualınızı eşidim. Növbəti dəfə də hansı mövzunun izahını istəsəniz, deyərsiniz, mən onu sizlərə izah verərəm. Bir dəqiqə baxın. Deməli, İradə müəllimə əl qaldırmısınız. Mən sizin səsinizi açım. Buyurun, İradə müəllimə. Siz də səsi açın telefonunuzdan. Axşamınız xeyir. Eşidilir səsi? Axşamınız xeyir müəllimə. Bəli, Axşamınız buyurun. xeyir. Hər kəs salamlayıram. Təşəkkür eləyirəm. Bu cürə dəyərli yəni bilikləriniz üçün çox təəssüflər olsun ki, gec qoşula bildim. Təkrar bir də qoşuldum. Yəni çox məqamları eşitmədim. Yenə də çox sağ olun, təşəkkür eləyirəm. Mənim sualım bu 2027-ci il bayaq dediniz ki, hansı ki anlamaqla təhlil mərhələsində biraz problemlər var. O yüzden yəni bilmək istəyərdim, əgər bilirsinizsə. Ümumiyyətlə 2027-nin test Time'ın test bankı olacaq yoxsa yox? Məlumatınız varsa zəhmət olması bu haqda. 2026-nın nəşrləri çap olundu. Çox güman ki 2027 olacaq, amma içində çox da bir dəyişiklik olmayacaq. Həm vəsaitdə, həm də ki testin içərisində çox az dəyişiklik olacaq. Elə 2026 nədirsə ondan istifadə edəcəksiniz. Amma 2026 üzr istəyirəm sözünüzü kəsirəm. 2026-nın test bankını alıb yəni işləyə bilərik də. Bəli, ondan işləyəcəksiniz. 27 çıxsa da adətən deyim də hardasa aprel ayında çıxır. Yəni elə də bir dəyişiklik olmur. Amma bu il Time'a uyğun suallar var idi. Bilirsiniz necə, sırf sualın eynisi olmur, amma həmin suallara bənzər situasiyalar, yeni situasiyalar, onların cavabları daha çox uyğun gəlir. Ən uyğun gələn vəsait odur deyə onu məsləhət görürük. Bütün mövzular da orada göstərilir. Günayla müəllimə, hardan əldə eləmək olar? Bütün kitab mağazalarında var müəllimə. PDF halı məndə var. Deyərsiniz, yazarsınız, mənə şəxsidən göndərərəm. Çox təşəkkür edirəm məlumatınız üçün. Təşəkkür. Buyurun müəllimə. Buyurun, xoşdur. Sonra deməli davam edək. Başqa sualı olan var? Müəllimlər, səsinizi aça bilərəm, sual verə bilərsiniz. Kimin sualı var? Bugünkü dərslə bağlı, əlavə hansısa bir dərslə bağlı, başqa nəsə sualınız ola bilər. Kimin harda nə çətinliyi var?
Kiminsə sualı var? Rahibə müəllimə, Kərimova. Buyurun müəllimə, səsinizi açdım. Eşidirəm sizi. Buyurun müəllimə. Rahibə müəllimə. Siz də telefonunuzdan səs açın, zəhmət olmasa. Rahibə müəllimə, telefonunuzu... Axşamınız xeyir müəllimə, buyurun. Müəllimə, bilmirsiniz, bu təzə sertifikasiyadan keçən müəllimlərin müsahibə mərhələsi üçün icmallar gəlməyib ki. Yəni, onlar nə vaxt elan olunacaq, bilmirsiniz? Keçən ilə qədər həmişə tezi elan olunurdu müəllimə. Bax, ayın avqustun 10-u 15 arası keçən il gec elan olundu. Bu ildəki hələ açıqlanmayıb. Çox güman ki, avqustun axırına kimi gələr. Müsahibənin özünün başlanması da sentyabrda başlayacaq. Avqustda başlamayacaq. Yəni, əslində bu da haqsızlıqdır da, yəni gec gəlir, həmişə, yəni, üç gün deyil də biraz məsələlərə göndərsəydilər. Yəni, bundan əvvəl müəllimlərin həmişə soruşmuşam ki, yəni, daha tez elan olunmalara. Keçən il gec gəldi, amma ondan əvvəlkilərdə həmişə tez gəlib. Bu ildəki ümid edirik ki, yaxın günlərdə açıqlanar. Çox sağ olun. Mənim bir dənə də sualım var. Tarixin məzmun xəttlərini biz, məsələn, müsahibə mərhələsində əvvəlkini, yoxsa sonuncu, yəni bu il ki olanı 4 məzmun xəttini deyək? Yəni, o nə vaxtdan? Necə deyək onu biz? Sizdə 5 məzmun xətti var idi də. Bu ildən sizdə dəyişiklik olub. 5 məzmun xətti, bəli. Deyirlər, 4 olub indi. Hələ ki 5-dir. Sizdə heç bir metodik vəsaitdə 4 olduğu göstərilməyib. Ona görə də sizə deyilibmi ki, hansısa siniflər üçün, məsələn, yeni 4 məzmun xəttindən istifadə olunur? 6-cı sinif üçün dedilər ki, 4 məzmun xətti var. Yəni, tarixi zamanla məkanı birləşdiriblər. Dövlət, mədəniyyət, şəxsiyyət. O zaman nə edəcəksiniz müəllimə? Sizə o mövzular kimi açıqlanacaq. Məsələn, orada deyək ki, açıqlanacaq 7-ci sinif üzrə, 8 üzrə siniflər göstərilir həmişə mötərizədə. Deyək ki, sizin üçün 8, 9, 10, 11 yuxarı siniflər götürüləndə siz o mövzuya uyğun planlaşdırma edəcəksiniz deyə, o mövzuya uyğun da məzmun xəttləri sizin köhnə məzmun xəttinizdir. Məsələn, deyək ki, 10-cu sinif üçün sizin standartınız, alt standartınız 5-1-2 də var, düzdürmü? Bu 5-1-2-nin açıqlaması var və siz ona uyğun da məqsəd çıxartmışsınız. Ona görə də hansı ki, dərslik dəyişməyib, eyni qaydada əvvəlki dərslikdən istifadə edirsiniz, standartlar yerindədir, məqsəd yerindədir, o zaman siz həmin məzmun xəttlərini ifadə edəcəksiniz. Yeni dəyişiklik olan sırf hansı sinif üçündürsə, sadəcə onu qeyd edəcəksiniz. İndiyə qədər belə edirik. Keçən də fizika fənnində də belə olmuşdu, coğrafiya fənnində də belə olmuşdu. Yəni, narahat olmayın. Sizə hansı mövzular veriləcəksiniz, hansı sinif üçün, o sinif üzrə də məzmun xəttlərini orada deyəcəksiniz. Ona uyğun da standartlarınızı götürəcəksiniz. Çox sağ olun, müəllimə, dəstəkləriniz üçün. Sağ olun. Buyurun, müəllimə, sağ olun. Sonra sualı olan var, başqa? Sual vermək istəyən var? Sualınız yoxdursa, sağollaşıram sizinlə. Dərsimiz qeyd olunub. Şəbnəm müəllimənin sualı var. Dərsimiz qeyd olunub, təkrarlı göndərəcəm. Kim izləyə bilməmişdirsə, sonda qoşulubsa təkrarına baxar. Şəbnəm müəllimə, bir dəqiqə səsinizi açın. Buyurun Şəbnəm müəllimə. Səfər Əliyeva, buyurun. Şəbnəm müəllimə, siz də səsi açın, eşidirəm sizi. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir, buyurun müəllimə. Mənim sualım olacaqdı ki, bu biz müsahibə mərhələsində təqdim etmə həyata keçirəcəkdə, hansı ki, həmin təqdim etmənin müddəti tam olaraq bilmək istəyirəm ki, nə qədərdir, yəni neçə dəqiqədir. Bir də ki, bu müxtəlif təlimçilər var, hərəsi bir söz deyir də. Mənə maraqlıdır ki, biz oradan
sırf bu anadan olma ilini və yaxud da ki, məktəbə daxil olma, ali məktəbə daxil olma bilir ki, burada illər çox qeyd eləmək düzgündürmü? Bir sualım Yox, bundan ehtiyac ibarət. yoxdur. Mhm. Ehtiyac yox. Aha. Bir sual, digər sualım da ondan ibarətdir ki, məsəl üçün bu sual mənə qaranlıq qalmışdı. Deyir, kiçik summativ qiymətləndirmə keçirilir şagirdlər arasında və şagird bundan narazı qalır. Yəni biz sonradan belə bir hüququmuz varmı ki, şagirdə təzədən kiçik summativ qiymətləndirmə keçirək? Aha. İlk öncə onu deyim ki, özünü təqdim etmək üçün mən müsahibə qrupunda müəllimlərə də deyirəm və artıq 5 ildir ki, müsahibə hazırlıqları təşkil edirəm. Hələ ki, indiyə qədər bir nəfər belə kəsilən müəllimim olmayıb müsahibə mərhələsindən. Sözüm ona ki, sözümə etibar edə bilərsiniz. Özünü təqdim etmək üçün çalışın ki, 2 dəqiqədən artıq vaxt sərf etməyəsiniz. Yəni, maksimum 2 dəqiqə. Yaxşı olar ki, 1 dəqiqə 40 saniyə belə vaxt sərf edəsiniz. Çünki görün nə qədər müəllim gəlir və orada müəllimləri dinləmək, özü haqqında məlumat vermək onlar üçün yorucu olur. Müsahibə götürən şəxslər elə istəyir ki, bir neçədən sual versin, cavabına baxsın və balını yazsın, müəllimi göndərsin. Yəni, yorucudur deyə bu proses, o qədər də onlara maraqlı deyil. Çalışın ki, özünüz barədə, daha çox təhsiliniz barədə, pedaqoji fəaliyyətiniz barədə məlumat verin. Doğulmağınız, məktəbə getməyiniz önəmli deyil. Universitetə daxil olmağınızdan, universiteti bitirməyinizdən, məktəbdə, hansı məktəbdə işə başlamağınızdan, paralel olaraq hansısa məktəblərdə işləmisinizsə ondan, hansısa bir uğurlarınız varsa onlardan danışın və bundan kifayətlənin. Çalışın ki, bu yetərli olsun. Digər sualınıza gəlincə, summativ qiymətləndirmənin şagird yenidən aparmasını tələb edə bilər. Çünki şagirdin belə bir hüququ var ki, biliyin yenidən qiymətləndirməsini tələb etmək. Amma bu necə aparılmalıdır? Bu proses necə olur? Valideyn ərizə ilə müraciət edir rəhbərliyə, sizinlə danışır. Siz valideyni başa salırsınız ki, mən düzgün qiymətləndirmə aparmışam, hər şey qaydasındadır, amma valideyn razılaşmır. Bu halda rəsmi şəkildə müraciət edir rəhbərliyə. Rəhbərlik onun ərizəsini qəbul edirsə, valideynin haqlı olduğunu düşünürsə, siz yenidən summativ qiymətləndirmə təşkil edirsiniz. Yox, əgər ərizəsi qəbul olunmursa, haqlı deyilsə, aparılan summativ qiymətləndirmənin nəticəsi nədirsə, həmin nəticə də şagird üçün qeyd olunur. Sadəcə olaraq sualı cavablayanda demək lazımdır ki, şagird biliyinin yenidən qiymətləndirməsini tələb edə bilər. Bu onun hüququdur. Sadəcə olaraq şagirdin bunu istəməsinin səbəbi araşdırılır, nə dərəcədə haqqlı olduğu müəyyən olunur və onun əsasında da biliyi yenidən qiymətləndirilir. Əgər şagird haqlıdırsa, yenidən qiymətləndirmə aparılırsa, aparılan yeni qiymətləndirmənin nəticəsi jurnalda qeyd olunur. Yəni, ardıcıllıq və qayda belədir. Müəllimə, bir dənə qısa bir sual vermək istəyirəm, elə o təqdimatla bağlı. Məsəl üçün, mən o yer dəyişmə etmişəm də, artıq 3-cü məktəbdir. Yəni, bunu deyirlər ki, müsahibədə olanlar, yəni komissiya üzvləri bunu irad tuta bilərlər ki, niyə görə yəni, bu qədər yer dəyişmə ehtiyacı duymusunuz da. Yəni, onları qeyd eləsəm düzgün olarmı? Yəni, məktəbləri bir adlarla bir yerdə, yoxsa ehtiyac yoxdur? Yox, ehtiyac yoxdur müəllimə, heç də bir qüsur deyil. Mən indiyə qədər özüm üçün deyirəm, 6 fərqli məktəbdə çalışmışam, həm ikinci iş yeri olaraq, həm yer dəyişmə olaraq. İndiyə qədər də kifayət qədər müsahibələrdən keçmişəm, hələ ki kəsildiyim olmayıb. Yəni kimsə deyirsə boş söhbətdir, yəni narahat olmayın. Sizin üçün daha da yaxşıdır ki, məsələn, filan məktəbdə pedaqoji fəaliyyətimə başlamışam, filanıncı ildən filan məktəbdə məsələn ikinci iş yeri olaraq çalışmışam və yaxud da məsafə baxımından iş yerimi dəyişməli olmuşam, filan məktəbdə iş yerimi dəyişmişəm. Bu heç də bir qüsur deyil, narahat olmayın. Çox sağ olun müəllimə, təşəkkür edirəm. Buyurun. Belə. Deməli, başqa sual olan yoxdur. Sağollaşıram sizlə. Növbəti həftənin birinci günü inşallah yenə görüşəcəyik. Hansı mövzunun izahını istəyirsinizsə, qrupda və yaxud da şəxsdə qeyd edərsiniz. Onsuz da mən izah verirəm. Hansı mövzunu desəz, onun barəsində danışaram. Sağollaşıram sizlə. Düşünürəm ki, sizlər üçün dərsimiz faydalı oldu. Növbəti dərslərdə görüşənə qədər. Sağ olun müəllimlər.